Görünür də elə deyil. Yaxşı. KSG 5 variant A. A variantından başlayırıq. Kənan. Baxaq. Birinci sualımız. Uşaqlar, nətər verilir? A üstə gəlsin 2B bölünsün. B bərabərdir 5 verilir. Də düzdür? 5-in məxrəcini bir yazıb hesab verilir. Çarpaz vurdu, düzdür? A üstə gəlsin 5B, daha sonra 2B'miz bərabər oldu 5B'yə. Və A'mız nəyə bərabər oldu? 2B'ni sağa atanda 3B. Artıq əvəzləməmiz hazırdır, düzdür? Misal bizdən nə istəmişdi? A çıxılsın, B bölünsün, B, düzdür? A'mız neçədir? 3 dənə B'dir. 3B'dən 1B çıxanda neçə B qalır? 2B qalır, düzdür? 2B'ni də nəyə bölürəm? B'yə bölürəm. B ilə B gedir. Cavabımız qalır nə? 2. Keçirik ikinci sualı. İkinci sualda uşaqlar. Sualımızı yazaq. A kvadratı Y çıxılsın AY kvadratı. Aşağıda nə verilir? A çıxılsın Y. Burada vurğuları ayırmadan istifadə edirik. AY, bəli. Yuxarıda hər iki həddimizdə AY var. AY-i çıxardırıq mötərizə xaricinə, düzdür? Nə qalır? A çıx Y, bəli. A çıx Y-lər ixtisar alır. A çıx Y-lər gedir. Cavabımız qalır nə? AY. Düzdür? Sonra keçirik üçüncü sualımıza. Üçüncü sualda yenə vurğuları ayırmaya müraciət edərik. X kvadratı çıxılsın 16 Y kvadratı. Düzdürmü? 4x çıxılsın 16 Y. Və bu da bərabərdir. Dostlar. Yuxarıda x çıx 4 Y. Aha, x çıx 4 Y. X üstə gəlsin 4 Y. Aşağıda da 4'ü çıxardırıq, x çıxılsın 4 Y qalır, düzdür? X çıx 4 Y-lər getdi və nəyimiz qaldı? X üstə gəlsin 4 Y bölünsün 4. Və keçirik dördüncü sualımız. Dördüncü sualımız funksiya ilə bağlıdır. Y bərabərdir 2 bölünsün x. Tərs mütənasib asıllıq. Elə deyil. Deyir ki, funksiyasının qrafiki üzərində, daha sonra qrafiki hansı rübdə yerləşir? Düşündüm ki, nöqtə verəcək, suala baxmamışdım. Bunun qrafikinin hansı rübdə yerləşməsini necə araşdırırıq? Normalda bilirik ki, Y bərabərdir K bölünsün x funksiyasının qrafiki ya belədir, düzdür, ya da ki, belədir. Onun da niyə elə olduğunu və qiymətlər verib, cədvəl üsulu ilə qiymətlər verəcəyik və həmin nöqtələri qeyd edərik. Alandan sonra görərik ki, funksiyamızın qrafiki belədir, düzdür. Amma hansı halda bu yerləşəcək necə? Onu müəyyən edən, bax, bu K parametridir, düzdür. K müsbət olanda biz baxırıq ki, x-də müsbətdirsə, y-də müsbət qiymətlər alır. Birinci rübdə elə x-də, y-də ikisi də müsbət olur axı, düzdürmü? Ona görə k da müsbət olduğu üçün birinə görə digərini ala bilir. Və keçirəm, üçüncü rübə baxıram. X-in mənfi qiymətlərinə k müsbət olduğu üçün y-in də mənfi qiymətləri uyğun gəlir. Məsələn, mənfi qiymətlər qoyduqca bura, y-də mənfi alır. Müsbət qiymətlər qoyduqca y-də müsbət alır, düzdür? Ona görə də bizim K'mız burada 2-yə bərabərdir, o da böyükdür 0. Funksiyamız yerləşir neçənci rübdə? Birinci və üçüncü rübdə. Yeri gəlmişkən, rübdər deyəndə 4 hissəyə bölürük. Sağ yuxarı küncdən, sağ tərəfinin əksi istiqamətində 1, 2, 3, 4 rübə ayrılır. Nə vaxt belə olur? Bir başqa variantı qaldı da, düzdür, K sıfırdan kiçik olanda. K sıfırdan kiçik olanda yerləşir ikinci rübdə və neçənci rübdə? Uşaqlar? Dördüncü rübdə yerləşir. Keçirik. Keçirik növbəti suala. Bir sözlə deyim uşaqlar. Verə bilər ki, bax, düsturu verər. Deyər ki, nöqtələrdən hansı bu funksiyanın qrafiki üzərindədir? Biz o zaman x burada, y burada görürük. Nöqtə də, məsələn, 2 tutaq ki, 1-dir.
Elə deyil. Bu nöqtə bu funksiyaya aiddirmi, deyilmi? Biz x-in yerinə 2 yazarıq. Düzdür? Y-in yerinə də 1 yazarıq. 1 bərabərdir 2 bölünsün 2. 1 bərabərdir 1. Doğru bərabərliyi alın. Demək, nöqtə funksiyanın qrafikinin üzərindədir. Elə deyil. Doğru bərabərliyi almadığımız təqdirdə nə deyərik? Nöqtə qrafikin üzərində deyil. Rüşdür. Keçək 5 nömrəli suala. 5 nömrəli sualda nöqtənin koordinatı məhsul verilməklə verildə. A nöqtəsi 2, N nöqtəsidir. Üstürümüz necədir uşaqlar? Mənfi 10 bölünsün x, düzdür? Mən burada x-in yerinə 2 yazacağım. Mənfi 10 bölünsün 2. Y-in yerinə də n yazacağım. Bəli, n nəyə bərabərdir uşaqlar? Mənfi 5 olacaq. Keçirik növbəti sualımıza. 6 nömrəli sualda, uşaqlar, 6 nömrəni burada yazaq da, rahat olsun. X üstə gəlsin. Y cəmini neçə verir? 6. X çıx Y2 neçə verir? 3 verir. Görürük. Və bizə 1 bölü x üstə gəlsin, 1 bölünsün y. Bölünsün. 1 bölünsün x çıxılsın, 1 bölünsün y verilir, düzdür? Mən bunu neynəməliyəm? Əvvəlcə orta məxrəcə gətirirəm, x, y da. Bunu sürət məxrəcini y-ə, onunkini x-ə vurmuşuq, düzdür? Y üstə gəlsin x. Burada problem yaratmır. Toplananların yerini dəyişsək, cəm dəyişməz. İndi bu tərəfə diqqətli olmalıyıq. Burada x, y, birincisi y-ə vurulub, ikincisi x-ə vurulub. Bəli, y çıxılsın x, ay sol. İndi, devam elə. Y üstələr x, verilib 6. Birincisi durur yerində, düzdür? Y üstə gəlsin x, əvvəlcə bölməni yerinə yetirək, elə deyil. Yerini dəyişir. Aha. Y çıxılsın, x bölünsün. Bunun artıq yeri dəyişilir. Olur x bölünsün, y çıxılsın x. X, y-də ixtisar edir. Kəslərin bölünməsi kimidir də? Bölünən olduğu kimi qalırdı, bölənin tərsinə vurulurdu, düzdür? Bunlar gedəndən sonra x-ə gəlsin, y-in qiyməti nə qədərdir? 6. Bölünsün, mənfi 3. Bəli, mənfi 3. Fərqində işlə, burada y çıxılsın x-dir, burada x çıxılsın y-dir. Düzdür? Bir digərinin əksidir. Və ona görə cavabımız nə olur? Mənfi 2 olur. Sonra 7 nömrəli sualı o tərəfdən başlayaq. Qrupları ayırmanı bilirik. Çox hədləri qruplara ayırsaq 7 nömrəli sualımız ixtisar olunacaq. Həll olacaq yəni. Qrupları ayırmada da nələrdən istifadə edirdik uşaqlar? 1. Müxtəsər olma düsturları əgər tətbiq oluna bilirsə. Bir də ki, ortaq vuruğun mötərizə xaricinə çıxarılması və normalda çox həddinin vuruqlara ayrılmasının üsullarını demişik də, həddi parçalamaqla, sonra birinci və sonuncu həddlə və bir də ki, ortancıl həddlə müəyyən edəməklə 3 həddini. İndi baxaq görə, 7-ni hansı üsulla daha rahat ayırarıq. X kvadratı üstə gəlsin 6, x üstə gəlsin 7, 5 verilir. Aşağıda x kvadratı çıxılsın 5x. Üstə gəlsin 6, düzdür? Vurulsun burada x çıxılsın 2. X üstə gəlsin 1. Bu da bərabərdir. Toplayanda 6 vuranda 5. Aha. Toplayanda mənfi 5 olsun. Bunu diyyətlə qarışdırmayaq ha. Mən yuxarıdakindeydim. Aha. Demək x çıxılsın 2. X üstə gəlsin, başda x üstə çıxılsın 3 yazarıq. Burada x gəlsin 5. X üstə gəlsin 5, x üstə gəlsin 1, bəli. Burada da x çıxılsın 2, x üstə gəlsin 1. Bu vuruqları ayırmanı uşaqlar. Alt-altta yazıb çarpar şəkildə də izah eləmişik. Bunlar da gedir. X üstə bölünsün, x çıxılsın. X üstə gəlsin 5 bölünsün, x çıxılsın 3. Düzdür? Yaxşı. 8 nömrəli sualda diqqət edin. X çıxılsın 2 bölünsün, x-i bizə verib 3. Düzdür? Bizdən tələb edir nəyi? X kvadratı üstə gəlsin 4 bölünsün, x kvadratının qiymətini tapmaq. Görünür ki, uşaqlar, birinci bunun kvadratıdır, ikinci də bunun kvadratıdır, düzdür?
Biz burada sağın solun kvadrata yüksəltmə ilə rahatlıqla mötərizəyə ehtiyac yoxdur da yazdıq. X-in kvadratı çıxmadı axı burada. Çıxılsın 2 vurulsun x vurulsun 2 bölünsün x. Üstə gəlsin 2 bölünsün x-in kvadratı nədir? 4 bölü x kvadratı düzdür. Bərabərdir nəyin kvadratına? 3-ün kvadratı. 9 elədir düzdür. Bunlar gedəndən sonra x kvadratı üstə gəlsin 4 bölünsün x kvadratı. Bunları yaxınlaşdırdım bir-birinə. Burada mənfi işarəsini unutmuruq. 2-ni 2-yə vururuq 4. 4'ü attım sağ tərəfə mənfi 4'ü. Müsbətləşdi düzdür. Müsbət 4 üstə gəlsin 9. Bu da bərabər 13. Cavabımız neçə oldu? 13 oldu. Burada işarəyə fikir verirsiniz. Burada müsbət olsaydı 9'dan 4'ü çıxardı. Çünki sağ tərəfə çiləndə artıq işarəsi əksinə dəyişərdi. 9 nömrəli suala baxırıq. 9'da uşaqlar fikir verin. A kubu üstə gəlsin 3a kvadratı çıxılsın a çıxılsın 3 verilib sürətdə. Aşağıda nə verilib? A kvadratı çıxılsın 1. Deyir ki, ifadəsini sadələşdirin. Elə deyil. A kvadratını mötərizə xaricində çıxardır. Ay sağ ol. Və qeyd edib ki, uşaqlar bu rahat formadandır. Yəni bunların ikisindən A kvadratını çıxarırsan, buradan mənfi çıxarırsan, aşağıdan uyğunluq alınır. Amma bəzən olur ki, bunlarla birinci ilə sonuncusunu kub yaradıb, sonra bunların ikisindən də müəyyən nəsə bir vuruq çıxardırsan, sonra onları təkrar uyğunlaşdırıb orta vuruq tapırsan. Bu rahat variantdır. A kvadratı A üstə gəlsin 3. Buradan mənfini çıxardandan sonra A üstə gəlsin 3. Aşağı nədir uşaqlar? Açıq 1. A üstə gəlsin 1. Bu da bərabərdir. Buradan A, əslində uşaqlar bunu belə yazmasam da olardı. A kvadratı çıxılsın 1 yazsaydım. Düzdür? Nə alınacaqdı ki? Buradan A üstə gəlsin 3'ü çıxardandan sonra A kvadratı çıxılsın 1. Aşağıda A kvadratı çıxılsın 1. Ay soğuk. Bəli, onlar gedəcək. A üstə gəlsin 3 qalacaq. Sonra 10 nömrəli sual səndir. Deyə bilərsən onu? Başqa kim deyə bilər? Uşaqlar 10 çətin deyil ki. Baxın. Bəli, yaxşı, sualın özünü yazıram. M çıxılsın 1'in üstündə mənfi 2, düzdür? Vurulsun M kvadratı çıxılsın 1'in kvadratı elə, düzdür? M kvadratı çıxılsın 1'də, qarışdırma olmaz bunları. Vurulsun M üstə gəlsin 1'in üstündə mənfi 1. Baxın dostlar, mənfi üstü qüvvətdir. Yəni tam üstü qüvvəti xassəsini tətbiq edərik. 1 bölünsün, kənan nə? Bunun ikinci dərəcədən qüvvəti, bəli. Vurulsun burada 1 bölünsün, burada üstündə 2'dir da, ikincisində də deyil. M kvadratı çıxılsın 1'in nəyi? Kvadratı. Bir də necə? Yuxarıda olmalı, sürətdə olmalı. Ay. Görürsünüz, bəli. Bunun mənfisi yoxdur. Mən mənfi gördüm. M kvadratı çıxılsın 1, bəli. Tamamilə doğru. Bunun üstündə 2'ni saxlayırıq hərək. Elə deyil. İndi burada isə 1 bölünsün, M üstə gəlsin, 1'in üstündə müsbət 1'dir, onda yazmırıq. Bərabərdir. Bura bir dənə diqqət edin. 1 bölünsün, M çıxılsın 1'in kvadratı. Bunu artıq parçalayacağım. M çıxılsın 1, M üstə gəlsin 1. Bunların hasilinin kvadratı daxil. Birini buna yazacağım, birini də buna yazacağım. Vurulsun 1 bölünsün, M üstə gəlsin 1. Doğrudur. Bax. Bunlar ixtisar olunur, düzdür. Bununla bunun biri ixtisar olunur, M üstə gəlsin 1 qalır. Və cavabımız nə olur uşaqlar? M üstə gəlsin 1. Hesab səhvimiz olmadı. Unutmadıq nə isə. Yəqin unutmadıq. Səsinizi çıxartmağa qorxmayın. 11 nömrəli suala baxırıq. 7 x kvadratı çıxılsın 34 x çıx 5 bölünsün x kvadratı çıxılsın 5x.
Yuxarıdan 7x öyrənsin 1. Mənfi Aha. 35x-dən müsbət x-i. Buradan aşağıdan x'i çıxardıram. X çıxılsın 5. Düzdür? İndi yuxarı ilə 7x 7x Kvadratı kvadratı 35 çıxılsın 35 yoxsa 34? 34. 34x çıxılsın 5, düzdür? Altından nə yazıram? 7x və x, düzdür? Bunun altından nə yazıram? Aha, mənfi 5, düzdür? Və 1. Demək uşaqlar, diqqətlə baxsaq, bunu buna vuranda, buna vuranda, neçə alırıq? Mənfi 35x, müsbət x, düzdür? Cəm neçə edir? Mənfi 34x. Hasil, birincini verir, hasil bunu verir və bunları neynirəm? Çarpaz şəklində buralara ayırıram. 7x çıxılsın 1, üstə gəlsin 1. Üstə gəl. Üstə gəlsin. Burada x çıx 5. Görə bildik? 7x üstə gəlsin 1, vurulsun, x çıx 5. X çıx 5'lərimiz getdi. 7x üstəyə 1 bölü x. Bəli, 7x çıx üstə gəlsin 1, bölünsün x. Bu da bunun sadələşmiş forması və 12 nömrəli sual sonuncu sualdır. Ona da baxaq. Bir də orada 34. 34'ü 34. gəlirəm ora. Bax Kənan kişi, burada ona görə bunu izah elədim ki, bunlar qarşı-qarşıya vurulur, düzdür? Vurularkən bunların hasili bizə nə verir? Mənfi 34x, 35x verir. Bunların hasili isə nə verir? Müsbət x. Mənfi 35x üstə gəlsin x bizə nə verəcək? Mənfi 34x. Yəni bunu göstərmək istədim ki, sən bunları vurandan sonra, bax bunu vurub açandan sonra nə alacaqsan? Bunu buna vuranda 35x mənfi, bunu buna vuranda x müsbət. Onların cəmi yekunda sənə bunu verəcək. 7x ilə x-in hasili sənə verəcək 7x kvadratını. 1 ilə mənfi 5-in hasili sənə verəcək nəyi? Mənfi 5-i. Başa yəni, bu hasildən bu çox ədli alınacaq. Yəni, bu çox ədlinin vurulları bu formadadır. İndi bunu üstündə göstərdim deyə onu qaraladım. Keçirik 12 nömrəli suala. 12 nömrəli sual. Sualımız belədir. Diqqət edin. 2x üstə gəlsin 2. Yuxarıda 3x üstə gəlsin 1. Çıxılsın 1, düzdür? Kəsimiz belədir. Və ifadəmiz belə. X üstə gəlsin 1. Bölünsün x çıx 1. Çıxılsın 1. Bu da bərabərdir. Biz burada nə edirik? Orta məxrəcə gətiririk. 2x. Buradan istəsə 2-ni də çıxarda bilərik. Çıxartmırıq, ehtiyac yoxdur. Sadəcə olaraq məxrəcdən 2-ni çıxardarıq ki, bu bizə birazdan faydalı olacaq. Bunun sürət və məxrəci 2x üstə gəlsin 1 bölünsün 2x üstə gəlsin 1-dir. 1-dir də, elə deyil. O zaman 3x üstə gəlsin 1, çıxılsın 2x, çıxılsın 2, düzdür? Elə deyil. Burada atın səsi. X çıxılsın 1. Burada x üstə gəlsin 1 sürətdə, yenə x çıx 1 bölünsün x çıx 1 daxil. Çıxılsın x, üstə gəlsin 1. Bu da bərabərdir. Sürətdə x-dən elədir. Artıq burada x-lərimiz getdi. Burada 2x-dən, 3x-dən 2x çıxanda x qalır. Bəli, bunların cəmi də çıx 1 olacaq, x çıx 1. Burada 2 qalır sürətdə. Vurulsun 2. Burada da 2 vurulsun x üstə gəlsin 1. Burada x çıxılsın 1, düzdür? 2-lər gedir. X çıx 1-lər də gedir. 2-lər də 1 gedir. bölünsün x. 1 bölünsün, bəli. Neçə qalır? x plus 1. X üstə gəlsin 1. Baxın uşaqlar, biz A variantının izahını verdik. İndi növbəti varianta keçərəm. Onu dayandır zəhmət olmaz.